Assalamu alaikum, hürmetli görürmenler. Bugün 2020 yılı 10-24 günü. Bugün vetinimizin da alaydı bir haber tarqaldı. O bolsumu Qashqar vilayetining Koni şəhər nahiyəsində alameti görülməyən bir yoqumlanğıcı, yəni 17 yaşlıq bir qız balda əhval görüldü degan bana bilan bütün Şərq Türkistanın cənubi tərəfi hazırğa kelgan xəbərdə Cenab-ı rayonlarını asasiyetten Xitayning qamal qilib, uyda kelib beriyotgan sirqish ketgan adamning yo'lda qolganligi ma'lum bo'layotidi. Onun uchun ham bu xabarning bir kasalning sababidan bunda qamal qilishning bir toza normal bo'lmagan ish deb buni ilgari surayotganligi bor. Ammo Xitoy tajovuzlarining hozirgacha bergan ma'lumotida mushu bir kasal sababidan bütün rayonlarni Şərq Türkistan arqası vilayət şəhərlərinin qamal qılğanlığı o'ttirdi. Endi bundan keyingi xəbərlərdə bunu texmo təfsili küzüşkə, texmo qarashqa to'g'ri keladi. Amma Xitoy tajovuzlarining bundan 2 hafta burun ba'zi bir rayonlarda 11 ayda çoxum bütün şəhərlərni qamal qıldıqlarını ba'zi bir rayonlarda eskartgan. Balkim şunun başlanışı bo'lishi mumkin. Shunday bo'lsa, bundan keyingi xəbərlərə yana diqqətimizni berimiz. Yeni xəbərlər olsa qarindoshlarimizni o'z vaqtida xəbərləndirishga tayyor turimiz inşallah. Amma nurg'un aeroplanlar va har xil shakldagi berib kelish nurg'un insonlarimizning yo'lda qolayotganligi ma'lum. Yana xalqimizga nurg'un bir qiyinchiliklarning to'g'riligi